Herkese salam, yeni bir derse hoş gelmişsiniz. Bugün size 12. dersten sonra gələn partner saytı, yəni tərəfdaş səhifəsini izah edirəm. Bu daha çox, əgər sizin dil öyrənərkən partnyorunuz varsa, qarşılıq şəkildə edə biləcəyiniz gözəl bir formatdır. Yox, əgər yalnız başına öyrənirsinizsə, onda ekranda paylaşacağım şəkli ekran şəklini götürmək kifayətdir. Belə ki, mütləq şəkildə səsinizi yazaraq sualları ucadan oxuyacaqsınız və sanki dialoq formasında kimsə sizdən mi soruşur, siz mi kimdənsə soruşursunuz və cavablar verəcəksiniz. Bu səhifə məhz bizim danışığımızı inkişaf etdirməkdən ötürüdür. Deməli, 20 sualdan ibarətdir. Elə bir əgər 2 nəfərsinizsə, biriniz A, biriniz B variantı olursunuz. Misal üçün, birinci B variantı başlayır, sual verir, sən cavab verirsən, sonra təkrar sən qarşı tərəfdən həmən sualı soruşursan, təkrarlayırsan elə bil. Daha sonra A variantı cavab verir, cavabladıqdan sonra təzədən B variantına sual atır, B variantı sualı cavabladıqdan sonra təkrar sual A variantına atır. Yəni bu şəkildə elə bil qarşılıqlı gedir. Burada misal üçün cavab olaraq hazır qəliblər var. Onlardan da istifadə edə bilərsiniz. Yox, əgər A-B səhifəsinə baxa bilmirsinizsə, ekranda görünən sualları cavablamaq kifayətdir. Burada siz təbii ki, azadsınız. İstədiyiniz cavabları verə bilərsiniz. Sadəcə olaraq çox gözəl olar ki, necə edə bilərsiniz? Səsinizi yazırsınız. Özünüzdə səhv düzə mütləq fikir yetirirsiniz və əlbəttə ki, bugün hər kəsin istifadə etdiyi ChatGPT vasitəsilə də öz cümlələrinizi yazıb, doğruluğunu, səhvliyini yoxlaya bilərsiniz və qeyd də götürsünüz. Həm sizin elə bil danışığınız, həm də sizin yazı yazmaq qabiliyyətiniz inkişaf etmiş olur. Məsəl üçün, B variantı sual verir ki, "Woher kommen Sie?" Hardan gəlirsiniz və yaxud haralısınız kimi tərcümə olunur. Cavab verirsiniz ki, zum Beispiel, ich komme aus Azerbaycan, aus Baku. Mən Azərbaycanlıyam, Bakıdanam, Bakılıyam. Məsəl üçün, təbii ki, başqa variantlar da ola bilər. Daha sonra burada 9 dənə sual Z nəzakət formasında olur. Sonra deyir ki, wollen wir du sagen? Ja, gerne. Deyir ki, biz sən demək istəyirik. Bu şəkildə elə bir soruşur və ondan 20-yə qədər olan suallarda du ilə olur. Yəni, qeyri-rəsmi forma müraciət olur. Məsəl üçün, deyir ki, lernst du Deutsch? Alman dili öyrənirsən, biz bilirik ki, sual sözü, sual cümlələri, sual sözü, sual cümlələri olur. Sual sözü, sual cümləsi olduğuna görə bu, misal, lernst du Deutsch? Ja, ich lerne Deutsch. Oder nein, ich lerne nicht Deutsch. Yəni, Alman dili öyrənirsəm, bəli, mən Alman dili öyrənirəm və yaxud da xeyr, mən Alman dili öyrənmirəm. Bu şəkildə sualları ucadan oxuyun, mənalarını başa düşün, sonra da cavablar verməyə çalışın. Dediyim kimi, cavabları mütləq səsinizi yazaraq cavablamağa çalışın. Daha sonra isə qeydlər götürün. Ən sonunda da səhvdimi, düzdümü ChatGPT ilə yoxlaya bilərsiniz. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.